qisminə qələbə bərnaməsinin başlayıram. Umarım ki, bu günləri də bir türk kitabından tanış olub və düşmənlərin savaş, psixolojik ya rəvani, ya ruhi savaşlarına qələbə eləyək. Özümüzün milli ruhumuza dönüb, görək ki, atalarımız o çətin zamanlarda necə eləyə biliblər, elm yaradıb, düşüncə yaradıb və onun əsasında dünyanı idarə eləyərlər. Gedək görək ki, bu günləri hansı kitab bizim şansımıza gəlir. Dünənləri Sərf-i Türkünü oxuduq ki, çox az səhifəsi var idi, amma çox dərin mən gördüm kitabı, sevdim əslində. Gedək görək bu günləri Divan-ı Ruhi Bəğdadidə nələr var və bizə nələr verir. Zahirən bu kitab yenə də Amerikanın Princeton Universitetinin kitabxanasında saxlanılır və 56 səhifəsi var. Əlbəttə bu səhifə ilə bərabər ki, ingiliscə görürük. Bununla bərabər görünür. PDF-inə görə yazıbdır ki, bunun copyrighti yoxdur. Baxın görün, bir də bunu üçün məmulən belə yazır. İndi bunu baxmadığım halda dediyim üçün bəli, deyir ki, bunun copyrighti yoxdur. Kitabın enin boyun yazıbdır. 52 səhifəlik bir kitabdır. Yəni bunun 56 səhifə ki, üstə yazıblar. O cildi ilə, zadı ilə və bu səhifə ilə görsənir. 52 səhifədir. 20 sant boyudur. 20 sant 8 mm üst-üstədir. Yox, 21 sant və 13 santı da eynidir, belə görünür. Hər səhifəni A və B deyərək yazıbdır. Olubdur 28 səhifə. 28 vərəq. Princeton Collection of Islamic Manuscript. Great. O da əl yazmalara görədir. Princeton University Library. Bu ikinci səhifə idi, gördük ki, yazıblar. Sonra cildin özünü görsətmir. Kitabı açıb, kitabın için görsədir. Biz buradan kitabı biraz kiçildək ki, bu səhifəyə yerləşsin. PDF-də zahirən belə görünür ki, birinci səhifədə 2 səhifəni qoyublar. Kitabı açıblar beləsi, qoyublar. Türki Məqalat-ı Nureddin Əş-Şəhid Binzadə ya Şəhid Bəgzadə ya Benzadə Nureddin Divan Qət'ür Rəb Əs-Səğir Əl-Vəziri. Mən səğir oxuyuram, amma ola bilər ki, səğir olmasın. Vəziri bi xətt adə Əl-Müsəttərə 19 li-idramən məqalatdır əsli bunun. Məqalat, amma divan yazılıbdır. Divan da yazılıb parantez arasında. Nureddin Əş-Şəhid Nureddin Əş-Şəhid Bəgzadə 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 Nureddin genə. Rübbəma bi xəttih deyir ki, bəlkə öz xətti ilə yazılıbdır. Yəni, əl yazmasıdır bu. Qoy elə mən də yazım. Rübbəma bi xəttihi 1204-ü də hər yerdə yazıbdır. 1204 olanda 200 o 40 il öncə olmalıdır. Niyə ki, indi 1447-ci ildir, yox, ondan çıxsaq 1204-ü gələr 243 il öncə yazılmış. Burada əvvəldə bu məlumatı verdi və biz də gördük. Bir dənə də bu kitabın ehtimal verirəm ki, nə mənədir bu? Əl-ilmu yənbuğu əl-həyatə vəl-kitabı həyatul adab. Yənbu'ul əl-ilmu yənbu'ul həyat vəl-kitabı həyatul adab. Elm yaşamın qaynağıdır və kitab yaşamın adab-ı rüsumudur. Nə cür yaşansın? Törəsidir deyək. Burada bir ingiliscə bir şey yazıblar. 1971 ya 1741. Onu bilmədim nədir. Məqalat-ı Nureddin Əş-Şəhid Bəyzadə Nureddin Divan
Qət'i, görürsünüz, məqalat da əsli bu kitabın adı. Qət'i rəb, yenə bunu orada yenə yazıblar və həman şey təkrar olduğu üçün, yəni keçib səhifəyə, əslində cildidən iki eləmişdi. Tazaşdan yenə cildidən bir əks salıbdı. İçərisindən, cildin içərisindən və birinci səhifəsindən bir əks salıbdı. Bu ikinci xətti görürük ki, öz xətti olar deyir. Görək ki, o birislər də bu cürdür. Bəli, elə o birisi xəttdə buna taydı. Görsənir. Məqalat Nur Şəhir Bəkzadə Nureddin Sirr Bəvadin Dərgah Ali Sakin Mədini Biriştə 1204 burada da 1203 də yazılıbdır. 1203 və 1204 beləsi. Bu illərdə deyir yazılıbdır bu şeirlər. Lüğət-i Şərif-i Nəbəvi nəət olacaqdır. Nəət-i Şərif-i Nəbəvi mühərrirə. Əvvəl kitaba bir baxaq. Bu kitabı yerləşdirək səhifəyə. Kitab zahirən fotokopudur. Bunu deyim ki, əslə bənzəmir. Çünki bu suların yerləri qərə düşübdür. Oradan bəllidir ki, fotokopudur. Belə görünür. İkinci səhifəyə baxırıq. Fotokopudur. %100 fotokopudur. Dövrəsi də qərəlibdir. O da yəni çox işlənibdir. Əldə gedibdir əldən. Xəttlər biraz azca fərq edir orada burada, amma o qədər dəyişmir. Əvvəl xəttinə, yəni əvvəlimci xəttinə baxsaq bura, hara getdi? Məsələn, bu xəttlərlə ki, xüsusən bu birinci səhifə ilə və bu ikinci səhifəyə baxanda bu xəttlərə çox fərqi var. Amma o qədər dərin, yəni bura ilə çox fərqi var. Amma o qədər dərin fərqi yoxdur ki, deyək ki, səhifələr dəyişdikcə xətt də dəyişir. Deyək ki, bu məsələn şey olubdur. Burada bir xətt biraz çox dəyişir. Mən burada xəttləri görürəm. Bura ilə, buranın, məsələn, buranın xətti onlarla çox fərqlidir. O cümlədən bu xətti, buranın da xətti biraz dəyişir. Amma hər halda bu kitab yazanlar ehtimalən məndən çox 100% çox türkcə xəttinə tanışdılar. Onun üçün bir şey demək olmur. İş bu divan-ı mərğub Bəgzadə Nureddin Zehi müəllifi fərəh fəza oldu fəvadə əsəri xamuş zati olur dil nuz aman hər bir sözü cöhərdir əhli irfan indində. Bu şeiridir, əlbəttə mən bunu oxumağı başarmadım. Ehtimalən bu beləsi olmuyor. Burada bir ayrıdan bir xətt ilə yazmışdı. Onları da keçək. Qeydaq əvvəldən görək ki, bu divandan bir neçə səhifə oxuyaq. Bir şəxs mənə yazmışdı ki, Osmanlının dərbarının dili, rəsmi dili farscadır. Dostlar, adamlar tutidilər. Tutide deyirlər. Tuti bir şeyi öyrənmək üçün 3 ay, 5 ay, əlbəttə bunlar da ömür boyu o cür eşidiblər, neynəsinlər yəni. Adamlar bir sözü eşidirlər, onu inanırlar. İnanırıq. Özümüz gözümüzlə görməyə əlaqəmiz yoxdur. Onun üçün insanlar eşidib, Osmanlı dərbarının, Qacar dərbarının, ya Səfəvi dərbarının, ya o birisi Qaramanlar dərbarının, nə bilim, filanların dili farsıdır, ya Hindistanın dili farsıdır. Hindistanın dili 250 ildir çönüb ingilisi olmayıbdır. Hala orada dövlət dili, rəsmi dil ingilisi deyil. Yəni, mən bir dəfə hesabladım, 27-28 dil orada rəsmidir.
İranlılar nədirsə 24-dən yuxarıya çıxartmırlar ki, bunun rəsmi dili 24 dildir. Yəni bir yerdə ki 24 dənə rəsmi dil vardı, necə sən deyə bilərsən Hindistanın özü Hindistan kimi həm böyük millət, həm də çox tayfalı yerli, orada ki hala əslində bir də o 20 neçə dənə 20 hər neçə desək 27 deyək ya 24 deyək fərq eləməz. O dilləri hələ yüzlər, minlər el tayfa torpaq vardı, insanlar vardılar ki, topluluqlar vardılar ki, bunların heç birisi ilə danışmırlar, yazmırlar və fərqini görürlər dünyanı. Amma insanların zehnində o cür bir şey yerləşdiriblər, yalanları və ondan gediblər. Tikçeyi suduri rizadə toği məqam, tikçeyi suduri rizadə toği məqam, el-muqaddiri la yuğayyiru vəssalam. Suduri rizadə toği məqam, rızayətlığın, razı olmağın, hər nə başa gəlir deyir, ona razı olmağın üçün ayrı bir şey də yoxdur ki, nə desin, məsələn, biri ölür, onun qabağında neyniyək məsələn. Təsadüf elədik, qol qıçımız sındı. Neyniyək məsələn, buna razı olmayaq, dözməyək, razı olmaq dözmək deməkdir. Neyniyək? Məsələn, indi Cumhur İslami gəlibdir. Əlimizcə başardığımız qədər bunun qabağında dayandıq. Da bundan izafi ki, əlimizdən gəlmir, neyniyək məsələn. ilə başlayır ehtimalən. Aşağıda bir hədis görürəm, ərəbcədir. Hədisdir, sözdür, nədir bilmirəm, ərəbcədir. Əs-sidqu yenci vəl-kezbu yəhlik. Düzlük nəcat vericidir və yalancılıq həlak edicidir. İnanın ki, bu cür deyil. İnanın ki, hətta bu Kanada düz danışsaz öz zərərinizə tamam olur. Demirəm yalan danışın, ha bunu demirəm. Amma istəyirəm deyəm ki, düz danışmaq bu cür deyil ki, həmişə də adamın mənfəətinə tamam olsun. Yəni qulaq asmırlar, o mühüm deyil. Hər halda. Hə. Bu elə bir ərəbcədir. Mənim də ərəbcəm bunlara zoru çatmaz. Ona görə bunları indi müstəqərrun min eyni cəzani Öşşaqu ki türki həb meşki olurlar. Və onu başarmadıq. Nə deyir əslən? İnayətkar əqdər şinasa Sultanım Əfəndim Həzrətləri. İnayətkara qədrşinasa, beləsi oxuyacaq. İnayətkara qədrşinasa Sultanım Əfəndim Həzrətləri. Bu əbd-i qəlil əl-bəzaətinin qəlilin miknət və liyaqət olmadığına müətərifəm ehtimalən, müətərifəm. Lakin şive-i qədr ilə bir qaç dəfədir ki, vətən əsliyə fərdən mühacimə nüqati ya büqati ilə hicrət eylədikcə dəf-i təşviş, məlalət, qürbət və dəf-i əndişi kəriyyət olur. Mülahizəsilə kəc və məc bi mevzun tərh olunan qəzəliyat kəsirəm müqəddəmən mənzurlər Şirazə bənd təkmil olmuş ikən. Şirazə bənd tikilmiş, toplanmış bir yerə. Şirazə kitabın o dalısı ki yapışırır bir-birinə, ora deyirlər. Şiraz sözündən deyil. Şiraz sözü bizdə çox işlənir. Türk dilində Şiraz sözü türk sözüdür. Məsələn, bizdə şişdir. Salırlar sacın üstünə, o birisi xəmir, lavaşı kistirlər, salalar, bir çirələr, salırlar o sacın üstündəkinin üstünə, onun istisi ilə bişir. Sonra onu çevirirlər, o tərəf bişir, o birisi tərəf ki, atlıydı, indi gəlib üstə, onun üstünə tazaşdan bir ayrı xəmir salır. Biraz isti ilə, saca yapışmaqla bişir, biraz da öz istisi ilə bişir.
Şirazə kitabın arxasına deyirlər. Yəni o yerə ki, bir şey toplanır. İstədim onu deyəm ki, birdən məsələn 10 dana, 20 dana lavaşı bir-birinin üstünə salırlar. Buna deyirik şirazə, bir-birinin üstünə toplanmaq. Şiraz sözü də ehtimalən türklərin ora toplanmağının səbəbindən ad qoyulubdur. Yəni mənə belə gəlir ki, Şiraz sözü indi Şiraz olacaqdı ehtimalən, Şiraz. Şiraz görək ki, bu bizə nə deyir? Əlbəttə, bunu açaram, indi şeydən də soruşarıq. Dipistik, yəni Çinlilərin bu Şiraz sözü nə anlamdadır? Bundan da bir dənə kopya eləyək, götürək ki, bu burada geçsin, yazsın, görək Şiraz sözü. Gedək indi buradan dipistiki vuruq. Tamam. Dipistikdə də bunu qoyaq ki, Şiraz sözü nə anlamdadır? Görək ki, bu nə yazır, o nə yazır. Bunları bir müqayisə eləyək. Azərbaycan türkçəsidir Şiraz sözü və Şiraz sözü nə anlamdadır? Sual girilyan istilah Şiraz sözü nə anlamdadır? Türkiyə türkçəsinə yaxın olaraq Şiraz sözü nə anlamdadır mənasındadır. Tərcümə. Şiraz sözü nə anlamdadır? Yenə gedib oranı deyilir ki, qısa cavab. Şiraz bir şəhrin adıdır. Təfsili məlumat. Şiraz İranda bir şəhər. Şiraz İranın Fars ustanının mərkəzi və məşhur bir şəhirdir. Bu şəhər tarixi, mədəni və ədəbi əhəmiyyət malikdir. Hafiz Sədi kimi şairlər doğum yeri olan Şiraz şərabla bağlı. Şiraz şərabla bağlı adlı məşhur şərab var idi. Bu, o da Şiraz adında bir şərab var. Mən görmüşəm, burada şeydə satırlar. Tarixdə Şiraz şərabı hazırlanır və adı Şiraz şəhrindən götürülüb. Dünyada köçəri quşu, Şiraz quşu, göçəri quşu. Bəzi yerlərdə şəxs adlarında istifadə olur. Nəticə. Bu birləsi yazıb. Gedək görək ki, şey nə yazıbdır. Əlbəttə ki, bu kökün demədi bizə. Şiraz sözü farsca, ərəbi, fars və türkcədə birdən çox anlam bilir. Mühümtərin anlamlar. Yer adı Şiraz, İranda Fars ustanının payitəxti. Bu beləcə ən çox kullanılan anlamıdır. İstilahi anlam nəzmi tərtib. Farsca Şiraz sözünə kitabçılıqda səhifələr bir yerdə tutan ip, tənab, çərbək deyərlər. Bu ipi qırılınca deyərlər Şiraz həm paşid, Şirazeş dərrəft. Yeni nəzm tərtib bozuldu. Nəzm tərtib bozuldu. İşlər qarma-qarışıq oldu. Osmanlı dönemindən qalan olaraq bu istilah kimi kullanılır. Obabilan zoğurtilər. Bu nə nədir? Bazı diyarlarda Şiraz sözü qoyuq ya quyuq bəlli xoşayənd üzük mənisindədir, gəlibdir. Bəs üzük anlamındadır. Məsələnin də 3 dəndə ilə yazıbdır. Şərab-ı Şiraz, şərabın bir başqa növü. İstərsəniz Şiraz paşid, yox, onu deməyək. Kökü, bunu mən ingiliscəyə çevirmişəm, onu çevirim. Şiraz sözünün kökü, farsça yazaq rişe,
nədir? Riş kökü nədir? Bu ondan biraz çox məlumat verdi. Kökü qəti və dəqiq deyil, amma elmi zəbanşinasinin araşdırmalarına görə bu nüqtələr məlumdur. Pəhləvəncə ya pəhləvəncə Farsi miyanədən gəlməsindir. Farslar yazdığı üçün bunu deyiblər. Biz işləməmişik da üstündə. Məncə düz sözdür. Bu da sözün İranda yerli və köhən olduğu göstərir. Yeni, türkcədən ya ərəbcədən gəlmə deyil. İranın kəndi köhən sözüdür. Kökü etimoloji dəqiq məlum deyil. Və dəqiq məlum deyil, niyə deyirsən bə İrandan gəlibdir? Məsələ budur ki, dəqiq məlum olmayan yerdə bir çox nəzərlər var, amma heç biri %100 qətiyyət qazanmayıb. Nəzəriyyədir, tamam. Nəzəriyyələr. Şir, biraz az, bir də raz. Şir, qədim Farsidə şir, şirə, cahi, cuybar demək olur. Raz, avaz, sərzəmin caygah. Yəni, caygahı cuybarha mənisi ehtimal kimi. Bir şəxs ya tirə adından. Bəzi maxəzanda, məxəzlərdə, maaxizanda reze ilə yazıb. Şiraz qədimdə ismi şəxs ya nami qəbilə kimi göstərilir. Ki, əlbəttə Şiraz yox, Fars. Fars bir qəbilə adıdır, ərəb qəbilə adıdır. Rişəsi naməlumdur. Çox zəbanşinas deyir ki, bu sözün heç yəqinli etimolojisini tapmaq olmayıb. Məncə bunu Türkiyə gəlsələr, görərlər ki, bunun kökü nədir? Əcəba bunu şey də deyə bilər bizə. Kopya eləyək, buradan gətirək. Görək bu nədir bunun kökü haqda. Şiraz sözü, kökü, rişəsi. Şiraz sözünün kökü barədə doğru və qəti bir nəzəriyyə yoxdur. Ancaq ən məşhur qəbul edilmiş nəzəriyyələr bunlardır. Nəzəriyyədirlər. Bura heç birisi düz deyil. Şiraz sözü Pəhləvi dilindən gəlir. Tiraz, bu da deyir tiraz nəzəriyyədir. Mənim də nəzərimə gəlir ki, Şiraz bizdə işlənir addan sonra, çörəkdə də işlənir, kitabda da işlənir. Bir şeyin toplusu deməkdir. Məncə türklər ora toplanandan sonra belə bir ad nəzərə gəlir, qoymuş olarlar. Hər halda gedək bura kitabımızı oxuyaq, görək nə deyir ki. Əbdə burada da deyir ki, bir divan Şirazə bənd təkmil olunmuş ikən səni-i maziyədə ғari təzdə dəst əşqiyadən ғarət zədə səni-i maziyədə ғarət zədə dəst əşqiya olan əşşam cədidə fərdi xoş-i zərfində cədidəmüz dəxi olunən qəzəliyyat-ı cədidəmüz dəxi 5 ay zərfində başqaca bir heyvani olmaqla diri, heyvan burada diri anlamda da heyvan oxusaq. Heyvan olmaqla divan-ı cədiddən bir miqdar qəzəliyyat iş bu məcmuə sultanımə təhrir olundu. Lakin lütf və kərəm edib eybi bin olan bəzi ərbab-ı kəmalə iraət etməyib elm-i kəmalatımız olmadığın bilməkizin qüsurumuzə hərf əndaz olaraq və belə ki məsunlər və belə girməsünlər siyanət-i canibin bürə ki xatirə aşina olanlar tən eyləməz mə'muludur. Mümkün olduqca bi-əməl və fəzl olduğunca əvvəlcə tərif buna sırrı vücududur. Hər halda zahirən bu şairin bir böyük divanı varmış. Səfərdə olarkən oğrular hər şeyin soyublar, aparıblar.
O elə bu divanını da aparıblar. Sonra o divanı toplamaq üçün 5 ayın içində bunları yadına gətiribdi, yadında olanları yazıbdı. Onun üçün də yazıb ki, məqalat-i Nur-Şəhir Bəgzadə Nureddin Sərbəvabin در جاه عالی ساکن مدینه برشته 1203 və 1023 mən iştibah oxumuşam bunu. 1023 və bir də burada 1204 yazıbdı. Aşağısında yazıb ki 1023 bilmədim. Əvvəl zahirən 1223-dür. Sonra və mənim nəzərimə gəlir ki, o və yazanda iştibah eləyibdir. Hangisində iştibah? Biləxərə burada bir iştibah vardır. Çünki iki tarix 180 il arasında doğru ola bilməz. İlla ki, deyək, məsələn, bunun adını tapsaq, Nureddin Şəhid Bəyzadə. Görək buna bir şey yazır. Nureddin Şəhid Bəyzadə Nureddin. Görək bir şey buna deyir. Nureddin Ərəbi, Nureddin dinin nuri در ثبت تاریخ عثمانی برای میتونه یکی از اینها با لقب کسی که در جنگ şehid شده گاهی هم لقب gətirə bilmədi buna görə bir şey. Görək ki Nuri Bəğdadi nə mən idi adı? Ruhi Bəğdadisini də əlavə eləyək. Həmən Ruhi Bəğdadi. Görək buna görə bir şey yaza bilir. Değişdirək bunu. Bəlkə buradan bir şey ala bilək bundan. Yazaq kitabının adı nədir və hansı çağda yaşarmış. Görək ki, bunun kopu geneləyək, bunu saxlayaq. Əcəba bu haqda bir şey yaza biləcək ya yox. Sualınızda adını çəkdiyiniz şəxs Nureddin Şəhid Bəgzadə Nureddin ya Ruhi Bəğdadi kimi tanınan bir tarixi şəxs olmalıdır. Ancaq məlumatlar çox məhdud və eyni adla məşhur başqa şəxslər qarışıla bilir. Aşağıdakı ittilaat bu adla ən yaxın 1501-i gələk çevirək şeyə tarixləri deyək hicri yaz. Görün bu tarixi şey elə bilər. Tarixləri hicri qəməri yaza bilər misin? Qeydək bura nədə? Görək gəldi buradan. Deyir ki, öncəki cavablarımda adı çəkildiyimiz şəxsin tarixi hicri qəməri ilə yaza bilər. Aşağıda qısa bir Şəhid Nureddin Məhəmməd Kabili bu şəxs kitabın mövzuudur. Şəhadət tarixi 914 hicri qəməri yaxud 915 hicri qəməri miladi çağı 9-cu hicri qəməri əsrin sonu hicri qəməri əsrin əvvəllərində başlayıb. Məhmud ibn Abdullahi Ruhi Bəğdadi kitabın müəllifidir. Yaşadığı çağ 9-cu hicri qəməri əsr filan əvvəlləri, yəni 15-ci sonları kitabı Nurul Eyn və Cami, yox bu da o deyil. Nəticə burada bir şey gətirmədi. Görək ki, bu gətirirdi ya yox.
Nureddin Zəncid burada getdi, ona getdi, o da deyil. Tamam, bu deyil. Tapa bilmədilər. Gedək kitabımızı oxuyaq. Əlbəttə, hövsələ ilə axtarsa adam bir şeylər tapar. Nə'ti şərifi nəbəvi əl-mühərrirə. Cəmalun feyz nuri kibriyadur ya Resulallah. Cəmalun feyz nuri kibriyadur ya Resulallah. Vücudun afitabi bir ziyadur ya Resulallah. Do aləm kəsb feyz rəhmət eylər və pakindən cahan nuri küllü və anım roşənadır ya Resulallah. Cahan nuri küllü və anım roşənadır ya Resulallah. Növlə təşrifün əhzab-ı anın cümlədən əvvəl. Növlə təşrifün əhzab-ı zatın cümlədən əvvəl. Cənabun pişvai ənbiyadır ya Resulallah. Şərəf bəxşi qüdumun oldun mani afəti dəhrə. Mühəqqəq məqdəmin dəf'i qəzadır ya Resulallah. Cahandan zülməti küfri izalə eylədün əlhəq. Cün rəhmətün lil aləmin unvan. Bərat-ı şə'nün ki cün rəhmətən lil aləmin unvan. Sana mənay lola ki səzadır ya Resulallah. Sənin oftadə eşqün olənlərdir. Ona görə fotokop olduğu üçün də bu bilinmir. Sənin oftadə eşqün olənlərdə budur xasə. Yolunda nəqd cani həb fədadır ya Resulallah. Məşam dil nolə olə müəttər nəfxi eşqdən. Məşam dil nolə olə müəttər nəfxi eşqdən. Dəmaq canə buyi eşq qədadır ya Resulallah. Eder mürdə dilani xəsti çeşmi feyzün sənin ihya. Eder mürdə dilani çeşmi feyzün sənin ihya. Kəlamın dərdilərə eyni dəvadır ya Resulallah. Olur seyqəl həziri ahin. Burada bir şey yazıbdı, onu pəzirdir ehtimalən. Olur seyqər pəzir ahın sifətləri qəlbi fikr ilə. Ahən sifətlər. Olur seyqəl pəzir ahən sifətlər qəlbi fikri küllüh. Dəxi zikri cəmilün əncəladır ya Resulallah. Xudavəndə sənin namın şərifin yad olunduqca. Xudavəndə sənin namı şərifin yad olunduqca dil mir'at yerir necə cəladır ya Resulallah. Dil mir'ati yerincə dil mir'ati bir rəngə cəla. Dil mir'ati bir rəngə cəladır ya Resulallah. Nola dünya və uqba qıssəsindən olsam azad. Nola dünya və uqba qıssəsindən ola. Kərəmbəxşa bəni kərəmbəxşayişdür eyləmə xanı şəfaətdən. Kərəmbəxşayış dur eyləmə xanı şəfaətdən. Bu mühtac hidayət dəstkeş dərya Resulullah. Dəstkeşdir ya Resulallah. Dəstgüşa. Bu mühtac hidayət
destgüşadır ya Resulallah. Benim sultanıma arz edecek a'mal-i xeyrim yok. Benim sultanıma arz edecek a'maldır ya Resulallah. Beni bu tencinayı mu'abbden sen xalas eyle. Beni bu tencinayı mu'abbden sen xalas eyle. Benim sübhü mesa karım xatadır ya Resulallah. Mədədkara qıl dəstigir ol, düşmüşəm qaldır. Mədədkara qıl dəstigir ol, düşmüşəm qaldır. Bu bikəs dərdi hicrə mübtəladır ya Resulallah. Əba xeyrül bəşər, əya xeyrül bəşər, rəhm ilə nuri dərdümendündür. Nuri adın burada yazıbdır. Əya xeyrül bəşər, rəhm eylə, nuri dərdümendündür. Mədəd eylə o düşvarə ya, düşvarə zadır ya Resulallah. Mədəd eylə o düşvarə recadır ya Resulallah. Gedək 10-cu səhifədən, PDF-in 10-cu səhifəsindən bir dana oxuyaq. Qaf ilə cim ikisi ilə. Səhnə gəldün münfək olmaq Səhnə gəldün münfək olmaq olur, amma mən bunu bəli, olmaqdır. Səhnə güldən münfəkir olmaq bülbül-i şeydaya güc. Tərk-i naz-u şivə etməkğunçə-i rənaya güc. Xar əlindən daməni gülğunçə olmaq qolay. Xar əlindən daməni gülğunçə olmaq qolay. Xar əlindən, yəni o tikan ki batır, daməni gülğunçə olmaq, qan tökülür üstünə, paltarına. Gülğunçə olur, yəni ki, elə bir gül açır paltarın üstündə, qan tökülür, qızarır, onu deyir. Xar əlindən daməni gülğunçə olmaq qolay, rahat. Leyk gülşəndən cüda olmaq gülü zibaya güc. Var zəmirində bu bəni uftadəyə yarım rəhm edə, yar rəhm edə. Vəslün qərar eyləmək ol təb istiğnaya güc. İstiğna yəni çox ғəni və ehtiyac olmayan. Bibi babari övrət eyləmək insan dila. Bunu bilmədim nədir, əslən baş tapmadım. Bibi babari övrət eyləmək insan dila. Məclisi uşşağa gəlmək ol məlik simaya güc. Fitriyə ağuş istiqbal ətər dərya mudam. Qətriyə ağuş istiqbal ətər dərya mudam. Zərrəyi ro eyləmək, zərrəyi ro eyləmək mehri cəhan araya güc. Zərrəyi ro eyləmək mehri cəhan araya güc. Mənfəət ümmanədə besyardır vəli, amma bu kim? Mənfəət ümmanədə besyardır vəli, amma bu kim? Sabir olmaq iztirabi mucə dəryaya güc. Münzəvi olmaqda leyk, amma kim?
işmək guşeyi, kim ələşmək guşeyi tənhaya cüz. Əyləşmək kimi, ələşmək, əlləşmək biz indi Qəradağda işlədirik. Əlləşmək, yəni bir-biri ilə güləşmək, məsələn, beləsi qolların çəkir. Hər nə cür ki, güləşmək, o da zor bir-biri ilə çox. Buna əlləşmək deyir. Bir-birinin qarşısında durub onunla mübarizə eləmək. Bir növ buna əlləşmək deyirlər. Əlləşmək güclənmək. Güclənmək anlamındadır. Bir qarşı gücün qabağında gücünü göstərirsən, davam gətirirsən. Ona deyir əlləşmək. Burada amma nəzərə gələn alışmaq da olar, münzəvi olmaq da dur, təhsil asayiş dila, leyk əmma kim alışmaq guşeyi tənha, alışmaq, adət eləmək. Adət sözü ki ərəbcədir, onun yerinə alışmaq, alışıq, türkcədir. Çox gözəl sözdür əlbəttə. Alışmaq neçə şeydir, mənası var. Bir dedik adət anlamındadır. Bir də bir şeyə od vurursunuz, o od tutur, başlayır yanmağa, ona da alışmaq deyirik. Alışdı, yəni od tutdu. Ona da alışıq deyirik. Ehtimalən alış-veriş də elə eyni ondan gəlir. Alış, almaq, yəni almaq sözündən alışıq, alışmaq, alış-veriş. Ehtimalən hamısı bir kökdən gəlir. Mən yenə deyim ki, dilçi deyiləm. Türküm çox zəifdir. Bu, dilçilərin işidir ki, bunları tapalar bizə doğrusunu deyələr. Gər səqim olsaq fəraci, çənd ruz ha eylər biməcal, ondan əfsun mübtəla olmaqdır sodaya güc. Gər səqim olsa fəraci, çənd روزه eylər biməcal, ya eylər biməcal, ondan əfzun mübtəla olmaq. Burada da bir şey xeyli sodaya güc. Burada bir dəxil ehtimalən. Dəxil sodaya güc. Mayi şoqudur dilə ummid vəslət nuriya. Gene öz adını yazdı, Nuri. Mayi şoqudur dilə ummid vəslət nuriya. Dilə, yəni arzu elə. Diləmək, arzu eləmək. Arzu, fikir eləmək o da türk olsun, amma diləmək də türkdür, dil sözündən gəlir. Yəni dilindən, ürəyindən keçir. Dil ürək anlamındadır türkcədə. Ürəyindən keçir. Diləmək, yəni ürəyimdən belə keçir. Arzu deməkdir. Arzu bir ayrı bir şeydir. Bu diləmək, yəni ürəkdən keçir. Bunu qışqırtmırıq, demirik, amma ürəyimdə belə bir şey keçir. Mayi şoqudur dilə ummid vəslət nuriya, mənzər olmaqda amma vədi fərdaya güc. Gedək görək ki, bu kitabın ki, ən azı 205 il bundan qabaq, 4 il bundan qabaq 243 il bundan qabaq yazılıbdır. Bunun 20-ci səhifəsində, yəni 40-cı səhifəsində bir şeir oxuyaq görək ki, nə yazıbdır. Qafiyə-i lamdan oxuyaq buradan, aşağısından. Bülbül-i gülzar eşküm gülüstan lazimdə gül. Bülbül-i gülzar eşküm gülüstan lazimdə gül. Bağı aləmdə mənə. Bağı aləmdə mənə bir aşiyan lazım deyil. Var ikən cana nəhali qamətin tuba gibi. Var ikən cana nəhali qamətin tuba gibi. Bu çəmənzardə bu çəmənzardə dəxi sərvi rəvan lazım dəyir. Sən həman sağ ol, boyun uftadəyə eylə vəfa. Sən həman sağ ol, bu bəni uftadəyə eylə vəfa. Ya ki səndən xeyri ey yar mehriban lazım deyil. Bana, yenə də bənə.
Sen haman sağ ol. Sen haman sağ ol. Bu beni افتاده eyle vefa. Bana senden gayri ey yar mehriban lazım değil. Burada bir şey yazıbdı. Medet ihtimalen ya meddi ari eşke burhan istersen cerşe ha. Müddeayı eşke bir burhan isterisen cerşe ha. Dağ sinem ana gayri nişan lazım değil. Dağ sinem نقد canın bazl eden uşşağıdan etme haras. Naqd canın bazleden uşşağıdan etme haras. Bak nazar erbab eşki imtihan lazım değil. Pak nazar erbab eşki imtihan lazım değil. Metn eşki etme teşrih الحذر نااهله sen هر چه معنای اسراری بیان لازم دجر. هر چه معنای اسراری بیان lazım değil. Söylemek hacet midir dildara ey dil halini. Zahir eyler kendini eşku dastan lazım değil. Zahir eyler kendini eşk dastan lazım değil. Absem olmak bezmi veslette budur eyni eşk. Absem yani eşk. Sine suzi pervaneye bir dem fegan lazım değil. Sine suz pervaneye bir dem fegan lazım değil. Bildirir ma fizdemir bir işaretle gönül. Bildirir ma fizdemir bir işaretle gönül. Arifi billahe ma'lum tercüman lazım değil. Lal olur gerçi lisanım meclisi cananede. Lal olur gerçi lisanım meclisi cananede. Khame natıktır negam herciz زبان lazım değil. Lal olur gerçi lisanım meclisi cananede. Khame natıktır negam herciz زبان lazım değil. Nur ya nolu nur ya tu dövletani asre minnet eyleme. Nur ya nadan ile hiç izzü şan lazım değil. Çok güzel. Çok güzel. Hafiz bunun yanında gerək döşənə yerə səcdə eləyə. Salam aleyküm. Xoş gördük. Necəsiz? Yaxşısınız? Çox gözəl şeir. Çox gözəl şeir. Gedək bu kitabın 30-cu səhifəsindən bir şeirə baxaq. Görək ki, burada hangi şeir şansımıza çıxır. Buradan başlayaq. Və ləhu yazıbdı şeirin başında. Dil məhzun visal yar ilə şad olmadı getdi. Dil məhzun visal yar ilə şad olmadı getdi. Virandır xatırım bir ləhzə abad olmadı getdi. Düşüb dil bülbülü dam fəraqə zar در hər dəm. Düşüb dil bülbülü dam fراغ زار در هر دم. اسیری بند فرقت oldu azad olmadı getdi.
Həqiqət nəşvəsindən bixəbərdir zahidi bidil. Həqiqət neşvəsindən bixəbərdir zahidi bidil. O bədmayə həzar cuş ilə irşad olmadı ciddi. O şəhbaz məlahət pək tülk pürfruği zirəkdür. O şəhbaz məlahət pək tülk pürfruği zirəkdür. An üçün səddil etməkdə məna mu'tad olmadı ciddi. O şəhbaz məlahət pək tülki pürfruği zirəkdür. An üçün səddil etməkdə, seyd dil etməkdə mu'tad olmadı ciddi. Nöbesan zamandan. Zahirən bu şeir mən deyirdim ki o deyil, amma gedək bir-birisindən də gedək 50-ci 40-cı səhifədən bir dana oxuyaq görək ki orada əcəb burada bir uzun şeiri var, qəzəli var, bunu oxuyaq. Ləbün əğyarə sonub daim edərsən əhya. Ləbün əğyarə sunub daim edərsən əhya. Nola bürün ki sənün ani əhyana. Nola bürüdə ki sənsün ani əhyana. Bunu bilmədim mənisi nə deməkdir. Onu ikinci sətrəsdən oxumağında müşkülə düşdüm. Nola bir də ki sənin inni əhyana. Ləbün əğyarə sunub daim edərsən əhya. Nola bir də ki sünəsin ani əhyana. Nəqd canın əgər ol səmtinə ərz etsən, nəqd canın əgər ol səmtinə ərz etsən, sənmə ey aşıqı sodazədə kim əynə vəfa edə vəfa. Nəqd canın əgər ol səmtinə ərz etsən, sənmə ey aşıqı sodazədə kim edə vəfa. Dün dedi rəqsə girib ki giribsa ki vəfalar edərin. Dün dedi rəqsə giribsa ki vəfalar edərin. Döndü əhdinə vəfa etmədi ol mahi ləfa. Başlayıb gərdənini vəsfinə sırahi eyləmə hey. Başlayıb gərdənini vəsfinə sürahi eyləmə hey. Rəşkidən bəzmidə qan ağladı ərbab vəfa. Rəşk həsəd. Rəşkidən bəzmidə qan ağladı ərbab vəfa. Ruhiya bağ lətafətdə açılmış güldür. Ruhiya bağ lətafətdə ziba. İrveysə ғəm degül bir hər bir ənayə haqqı verə yüzünün səfasına. Ehtimalən buradan bir ayrı şeir başlanır. Çünki üstə Ruhiyanı dedi. Dedikçə adı da Ruhi Divani Nuridir əlbəttə. Burada niyə Ruhi deyibdi onu? Bulsa qəmdə gül. İr bursa
Qəmdə gül bir iki gün əna sana. İnad ehtimalən. Əna eyni ilə yazılır. Bilmirəm nə deməkdir. Hər bir inayə, burada da eyni həman kəlməni işlədir. İnayət mənasındadır. Orada bilmirəm. İr bulsa qəmdə gül bir iki gün əna sana. İnayət ehtimalən. Hər bir inayə haqq verə yüzü bin səfa sana. 100.000 olacaqdı bu da. Biraz üstünə rəh tökülübdür, oxumaq olmur. Hər bir inayə haqq verə 100.000 səfa sənə. Layiq deyil səfaya vücud ki, həkimi zaman verəsün kəmal-i mərhəmətdən dəva sənə. Lütfünlə əhli dərdi şəfa el-qulub sən. El-qulub elə düz gələrdi, nəcib elə solubdu. Lütfünlə əhli dərdi şəfa el-qulub sən. Darüşşəfaya qeybə ersün şəfa sənə. Darüşşəfaya qeybidən ərsün şəfa sənə. Qarub dəfai qeybidən ərsün şəfa sənə. Uftadələr əlin duti bir cerizim sən. Uftadələr əlin tutuci bir kərim sən. Aləmdə dəstgir ola lütfi xuda sənə. Çün burcu oliyada sən. İşdən xatir ol, asudə xatir ol. Bu şey olacaqdır. Yavaş-yavaş bu kəlmə ilə tanış oluram ki, bu D-yi, nunu nə cür yazır? D və H nə cür yazır? Nunu nə cür yazır? Çün borcu oliyada sən. Asudə xatir ol. Kim sihhəti vücud verir oliya sənə. Əhl-i vəfaya feyz rəsan sən zəmanədə. Əhl-i vəfaya feyz rəsan sən zəmanədə. Layiq dəcül fələkdə ərişmək cəfa sənə. Dərgah-ı həqdən olmaya xaşa ki müstəcab. Dərgah-ı həqdən olmaya xaşa ki müstəcab. Ruhi qulun, üstə də ruhi yazmışdı, burada da ruhi yazdı. Ruhi qulun ki sidq ilə eylər dua sənə. Yəni burada da bir neçə yerdə ruhi görmüşdük, nuri görmüşdük. Burada ruhi yazdı iki yerdə. Baxaq görək ki, yəni özün bu iki dana adına buracan tanıtdı. Dərgah-ı həqdən olmaya xaşa ki müstəcab. Ruhi qulun ki sidq ilə eylər dua sənə. Fi'l cəmil و عمر طویل eyliyə nəsib. Xatir səfalığən verə haqq daima sənə. Xatir səfalığın verə haqq daima sənə. Gedək 50-ci səhifədə görək ki, hangi bir şeir ilə qarşılaşırıq. Ona da bir baxaq görək ki, bu səfər 51-ciyə baxacağam. Yəni ikisi 50-dir, bunu deyim. PDF-də 50-dir. Ehtimalən bu 49-cu, 48-ci səhifə ola, bəlkə də az. Amma PDF-də 50-ci olduğu üçün baxırıq. Yəni kitabda 100-ci səhifə olmalıdır ya da 98-ci, 99-cu belə. Bülbüləm ruhlərin eyğunca gülüstanımdır. Bülbüləm ruhlərin eyğunca gülüstanımdır. Tutiyəm həbbi nəbatın şəkkəristanımdır. Can qoymaz kimdə dirilərsə, leyk incitmə.
Can qoymaz kimdə dirilərsə, qu nə dirilərsə desinlər, o bənim canımdır. Bu qoy həman qoy. Qoy nə deyirlər desin, nə deyirlər desinlər, o mənim canımdır. Bülbüləm ruhların eyğunca gülüstanımdır. Tutiyəm həbbi nəbatun şəkkəristanımdır. Can qoymaz kimsədə dirilərsə ləbün incitmə. Qu nədirlərsə desinlər, o bənim canımdır. Gözlərimdən dökülən əşqi fəravanə səbəb, dəymə dövlətimdən hiqan ah-ı sərəfşanımdır. Burada bir şey yazıbdır, dövlət oxunmur amma gözlərimdən dökülən əşq-i fəravanə səbəb, o matəmdən hiqan ah-ı sərəfşanımdır. Çıqan olacaq bu da. Bunu mən matəmdən çıqan ah-ı sərəfşanım, an-ı sırr əfşanımdır. Ehtimalən beləsi oxuyaq. Çünki burada bir əlifdir, ehtimalən mimdir, ehtimalən əlifdir, ehtimalən nundur, ya tadır, mimdir, nundur. Dəmatımdən, matımdır. Çıqan ahi, bu nə mənədən çıxır? Ahi sırrı, sırr əfşanımdır. Sürbən neyləyim ərtam eşqidən, təndə canım cigəri, sinədə imanımdır. Təndə canım cigərim, sinədə imanımdır. Səniyəm bən anın ey ruhi quli çakərim. Ruhi gəndə adını burada yazdı. Sünniyəm bən onun ey ruhi quli çakərim. O bənim nimdi əfəndim, şəhi zişanimdir. Bu şairin amma şeirlər vaqəən taysız şeirlər. Çox gözəl, ali. Axir səhifədən bir dənə şeir oxuyaq, görək ki, özün burada nə cür mərif eləyibdir. Əsli bəhar yelləri mövsüm seyri bağdır. Əsli bəhar yerləri mövsüm seyri bağdır. Vay bizə ki, bu yeməz atəş qəmlə dağdır. Vay bizə ki, bağrımız atəşi qəmlə dağ. Bağrımız olacaqdır ehtimalən. Bağrımız. Vay bizə ki, bağrımız atəşi qəmlə dağdardır. Sürət ilə içüb əqli yenilmə bulur. Sürət ilə içüb əqli bulur. Baş tapmıram. Əlcub da olur, amma bu nə? İçüb gözü gəlir. Sürət ilə içüb əqli yendirmədən bulur. Badeyi
لیدن عرض şəfti dəmağıdır. Var meylüz o qünçənin bağı behişt çuyinə. Var meylüz o qünçənin bağı behişt çuyinə. Saqi gətirən ayağı kim mənzillər İraqdır. Saqi gətirən ayağı kim mənzillər İraqdır. Heç təhəvvür eyləmək ey qəm در diyar kim. Heç təhəvvür eyləmək ey qəm در diyar kim. Ey qəmdür diyar kim. Can güriz ba sizə bir gecəlik qonaq. Can güriz ba sizə bir gecə nə deməkdir? Bunu baş tapmıram. Bir gecəlik qonağıdır. Qılmə ayağı saqiya badeyi nabidən tuhi. Qılmə ayağı saqiya badeyi nabidən tuhi. Kim bizi bargünə altan ol ayağıdır. Kim bizi yar kuyuna allatan ol ayağıdır. Gəldi zamanı işrətün eyşədə gör ki bağıda hər biriğunçeyi türki bir quri otağıdır. Hər biriğunçeyi türki bir quruli otağıdır. Buy bəhar ruhiya döndü cəhani gül gibi. Buy bəhar ruhiya tutdu cəhani gül gibi. Döktü anın ki məskəni zaviyeyi fərağıdır. Döktü anın ki məskəni. Bəzi şeyləri dedim oxumaq əl yazıdır və bu şeiri istəyək, bu şairin bu kitabını istəyək oxuyaq. Gərək bu kitabı çox oxuyaq, oradan buradan oxumayaq. Ta eləyə bilək ki, bunun əl yazıları ilə tanış olaq. Qələmi hərfləri bir-birinə yapışdırmaq üçün necə hərəkət edir? Ya ayrı bir hərfi kəlmənin axirində bəzi hərflər var ki, tək yazılır. Məsələn, dal, nun, vav, məsələn, he, dal, he. Bunları nə cür yazılır? Bu cür şeyləri qələmin hərəkətin görmək lazımdır. Yavaş-yavaş ona adət eləmək lazımdır. Təəssüflə mən o qədri vaxt sərf eləmirəm hər kitaba, görürsünüz. Onun üçün fəqət istəyirəm ki, özüm əvvəl, ən başda özüm, sonra da dostları ki, əlaqələr olsa görsünlər ki, Türk dünyasında bu cür dərin kitablar yazılıbdır və çox da dəyərli kitablardılar. Gedirəm ikinci kitabı açım. Görək ki, ikinci kitabdan nə çıxada bilirik. Divan-ı Məraqi. Görək bu divan nədir? Qabaqcı kitab Princeton danışqahında saxlanırdı. Princeton bilim yurdu. Və neçə səhvə idi, ona bir də baxaq səhvəsinə. 106 yazıbdır, 56 yazıb, 112 olmalıdır. Məsələn, deyək ki, 112 səhifəlikdir. Tamam. İkinci kitaba baxaq, görək ki, bu ikinci kitab nədir?
Onu Ruhi Bəğdadi və Nuriye Bəğdadi deyə yazıblar. Bu kitab ki açırıq, bunun da əvvəl bir kağızına baxaq görək nə cürdür. Bunun boyu 21 santimetrdir. Məclis-i Şurayı İslamidə saxlanır. Sur İdarəsinin nəzərindən keçibdir. İndi də kitabxanə Nəməni Mərkəz Əsnad Məclis Şurayı İslamidə Filmotik təsis 1302 Filmotik bölümün deyir. Amma kitabın adını da yazıb burada biraz çevirək görək ki, burada nə görsədir. Deyir ki, kitab 1 Əmsal və Nəsaih-i Türki 2 Divan Məraqi Müəllif Mirzə Əli Nəqi Məraqi. Bu kitabda 2 bölümdən təşkil tapır. Əlif Əmsal və Nəsaih-i Türki 2B Divan Məraqi. Yazar Mirzə Əli Nəqi Məraqi. Tamam. Bu saxlanan yerdə Məclis-i Şurayı İslami. İslami Şura Məclisinin kitabxanasında saxlanır. Tədaşdan bir dənə də dolandıraq. Dedik, şeydən də keçibdi, bu sansur idarəsindən də keçibdi, sansur idarəsinin şeyindən. Kitabın burada içini açıblar, burada görürük. Bu birinci və ikinci, yəni cildə yapışan səhifə və cildin qabağında birinci səhifə demək olar ki, möhürdən sonra burada 3 dənə möhür görünür. Dörd dənə əslində. Bu da beşincisi. Sonra səhifəni vurur və bir səhifə yenə ağdır. Mütəəssifانه geridə məclisin möhrünü o salıbdır kitabın üstünə. İndi bunu diqqət edəndə arxada görsənir. Məclis Şurayı Milli Kitabxanəsi şahın möhrü üstünə vurulubdur. Yəni şah deməyək, Qacar zamanının möhrü üstünə vurulubdur. Əlbəttə bu Pəhləvi dövründə də var idi. Kitabxanə Cəfər Sultanülqurrai, Allah rəhmət eləsin, Döktür Ziya Sədrül-Əşrafinin dayısının kitabxanasından verilibdir. Təbriz 1365 qəməridə bu kitab Sultanülqurrai kitabxanasındaymış. Sonralar gedib Məclisi Şurayı İslamiyə görürsünüz. Burada kitab əlyazı başlanır, görsənir. Qabaqcan biz Sultanülqurrainin özündən bir dənə kitab ələ gətirdik, əlyazma ki, öz əli ilə yazmışdı, Zərbül məsələləri yazmışdı. Ehtimalən bu da elə həmandır, sonra da Divan-ı Məraqi gəlibdir. Amma baxaq, kitabın eni 26-27 santimetrdir üst-üstə, yəni olur hər səhifəsi 13 santimetr yarım enidir. Sonra kitabın səhifələrinə baxırıq, 32 səhifədir, yəni 64 səhifədən ibarət bir kitabla qarşılaşırıq, görürsünüz burada. Kitabı görürsünüz, mütəəssifanə çox eybi irad tapıbdır. Yəni, əlbəttə o Sultanülqurrainin öz əli ilə yazıldığı kitabda da eyni bu kağız işlənmişdi. Mənim yadımda o cür qalır. Amma bunun üstünə çayzat da tökülübdür. Qıraqlarına görünür. Biraz da bunu çiçəldək ki, kitab səhviyyə kamil yerləşsin. Kitabın boyu ucadır. Bir də qeydaq, əvvəldən baxaq buna. Görürsünüz burada. Ərz elədiyim kimi, burada ehtimalən fikir edirəm ki, bəli, özləri yazdıqları kitabdır, o şeydir. Bunu görmüşdük. Sultanülqurrai cənablarının özünün, Allah rəhmət eləsin, ruhu şad olsun, yazdığı. Burada o zərbül məsələlər ehtimalən 21-ci səhifədə üstdən görürük qruplar. Orada qutarır və geçir. Yox, davam edir. Orada 2 səhifə boş qalıbdır. Burada 2 səhifə boş qalıbdır.
və yenə də davam edir. Məclis yenə axırda burada bir möhür vurubdur və buradan ehtimalən bir ayrı fəsl başlanır. Və bunu biz əlbəttə fikrim ki, elə o kitabda da gördük ki, belə yazılar yazır rəhmətlik. Çəhduq əslində Cəfəri Sultan Qurrai kitabxanası Təbriz 1365 qəməri. Allah rəhmət eləsin, əlyazma kitabları toplurmuş ya da özü yazırmış. Bunu da deyə bilərik ki, özü eləyə bilər, özü bu xəttinə otursun, yazsın bu kitabı. Qeydaq kitabın əvvəlinə və başlayaq bunu oxumağa, görək ki, savadımız çatır oxumağa, yoxsa yox. Bismillahirrahmanirrahim. Der əmsal və nəsaihi türki hərfül əlif. Əlif Allah adıdır. Elə o kitabda da beləsi demişdi. Mən yadıma gəlir. Adın nədir? Daşdəmir. Daşdəmir. Yemişansan. Yemişansan. Adın nədir? Daşdəmir. Yemişansan. Yemişansanı. Yəni baş tapmadım nə deməkdir? Ya da yumuşansan. Yumuşansanı. Adın nədir? Daşdəmir. Yumuşansan. Yumuşansanı. Arı bu əsna üçün azardı. Azar eder. At höknə atdızar. At yük etmələn at yükünə at dözər. Belə bir şey olacaq, amma at təpükünə, at təpükünə at dözər. At təpükünə güclü zərbələrə güclü adam dözə bilər. Güclü dövlətin qabağında güclü dövlət dura bilər. At təpükünə at dözər. Alçı quşun dimdici əyri olar. Dəqiqən bu o kitabdır. Bu o kitabdır. Elə o kitabda da bunu oxumuşduq nəzərimə. Çünki bu zərbil məsələ də mənə əvvəli əlif Allah adıdır. O da yadıma gəlir. Alçı quşun dimdici əyri olur. Bu da yadıma gəlir ki, dedim, alçı quşu nə cür bir quşdur? Görün, burada yazaq görək ki, alçı quşu nə deməkdir? Alçı quşu. Görək bu alçı quşundan bir şey gətirir. Alçı quşu mənası nədir? Mənasını istəmədik, onu bilirik. Alçı quşu. Xəbər gətirən, peyğam gətirən quş. Müjdəçi quş. Müjdəçi quş. Tamam, məni eləyibdir. Onu biz də bildikdir o da, amma ağacdan təndir kürədən ovliya. Ağladan yanına get, güldürən yanına getmə. Ağlayan yanına get, güldürən yanına getmə. Bu kitabı qabaqcan oxumuşduq. Elə bu zərbil məsələləri o mərhum, elə o kitabda yenə məclisdə idi. Əgər səhv eləməsəm, Sultan Qurra özü əli ilə ehtimalən bunları yazır. Sultan Qurra cənabları, Allah rəhmət eləsin. Başına gələn başmaqçı oli. Başına gələn başmaqçı oli. Basanı kəsməzlər ehtimalən. Baxmaqla adam zad örgənsə, itlər gərək sallah ola. Dəqiqən bunu da oxumuşduq. Yəni eyni şeyləri. Tarı böyük 6 gen. Alnı gen ehtimalən. Tarı böyük 6 gen. Tarı işığın qurutməz. Tarının görməyiblər, əqlinə tanıyıblar. Tarını görməyiblər, əqlinə tanıyıblar. Hərf-i sada səvab
tökülübdür, yığanı yoxdur. Bunu da yenə oxumuşduq. Deyirəm, bu kitabı mən görmüşəm, oxumuşam bunu, taza bu bir kitabdır, fərqli mücəlləd olubdur. Yenə də ehtimal verirəm ki, o mərhum özü, elə şeirləri də həman kitabdır. Gedək, şeirlərini də keçən sərə oxuya bilmədim. Bəlkə elə bu da həmandır. Biraz bunu dolandıraq, görək ki, yox, oxuyamıram. Təəssüflə fikirəm keçən dəfə də elə bu, fikirəm keçənki kitabdır bu, oxuya bilmədim. Elə indi də bunu oxuya bilmirəm ki, nə cür oxunacaqdır. Dedi, ey gülü didən, yox, oxuya bilmirəm. Həm əyridir təəssüflə kitab, gərək əyləm biləsi, boynumu əyri tutam. Xətti də çox fərqlidir. Pəs Kərbəla müqəddəməsi başlatdırıb Hüseyn. Min il geçib müsibətlə olmaz intiha. Min il geçib müsibətinə olmaz intiha. Zülm-i Bəni Ümeyyə və Abbasiyandan Peyğəmbər qeyrətinə nəcat olmadı rəca. Peyğəmbər itrətinə nəcat olmadı rəca. Bircə lam qaldı orada özü və qayesin. Bilmirəm ki, bu bircə lam qaldı orada özü, öz və qayesin. Əmr Allah ilə bəstə görüb qayət olmadı, qayib olmadı. Əmr Allah ilə bəstə görüb qayib olmağa qan oldu bağrı şiələrin intizarıdən. Ta zuhurun eyləmir hikmət iqtiza. Bilmirəm şimdi bu nə cür oxunur? Çünki acaba mən belə düz oxuyuram, belədir, yoxsa beləsi də bu tərəfdən gəlir. Məsələn, baş tapıram. Burada bir farsı şeirlə də üzbəyiz oldum. Onu da biraz oxuya bildim, amma həylə yox ki, deyəm ki, oxuram. Məsələn, bu şeiri mən nə cür oxuyum? Bu, bilmirəm ki, Bəhrül ulumi noldi? Bəhrül ulumə noldi? Ma Şeyx Mürtəza ta Hani Bəhrül ulumə noldi? Hani Şeyx Mürtəza Şiraz Mirzası əvvəldən baxdı bax, naxudaya bax. Bəhrül ulumə noldi? Hani Şeyx Mürtəza. Görürsünüz, kitabı gərək istəyək oxuyaq, hövsələ ilə, əl yazıdır da. Bunu gərək hövsələ ilə neçə dəfələr iştibah oxuyasan, ta eləyə biləsən, tapasan ki, nə deyir, anlamını tapasan. Yəni, kitabla düşüncə alver eləyəsən, bundan danışasan, onun dilini örgəşəsən. Lalın dilindən nəsə bilər. Kitabı, hər kitab, əl yazma kitabı, hər kitab bir laldır. Onun dilinə gərək istəyirsən, əgər oxuyasan, gərək o qədər çalışasan ki, onun dilini tapasan. Sən onun dilini tapasan, o sənin dilini tapmır. Çünki onda o güc yoxdur ki, gələ sənə deyək ki, mən sən nə deyirsən, o cür olum. Amma sən gərək o qədər hövsələn ola ki, dözəsən,
hey oxuyasən, biləsən qələt oxudun, təzaşdan qeydəsən, görəsən burada nə deyir, mənada nə çıxar, ondan sonra bunları bir-birinə yapışdırsan, anlamağa çalışasan. Çox çətindir əlyazma kitabı oxumaq. Özəlliklə də məsələn mənim kimi ki başlayırıq birdən oxuyaq bunu. Bəhrülulum nə oldu? Hani Şeyx Murtəza, Şiraz Mirzası olan tacdara bax. Hem Seyyid Mücahid ve Şeyh Neraqiyan, hem Seyyid Mücahid و Şeyh Neraqiyan, Ağay Behbehani lil-iqtidai. Bu ne mənadır? Ağay Behbehani. Burada bir şey var ama ne mənə məxəddül iqtidaya bax. Ehtimalen bu bir addır. Məcdül iqtida o da değil ama iqtida nə mənadır o bilmədim. Təbriz müstəhidləri məhəll cərlülax. Təbriz müstəhidləri müxəlləd cərlü laxya. Qardaş oğlu getdilə Dar-ı Qurabaya bax. Darül Qurabaya bax. Darül Quraba varmış. Onu istir deyə. Təbriz müctəhidləri müxəlləd zərlü la. Qardaş oğlu getdilər Darül Qurabaya bax. İslam Şeyxi Həsən Hisni Həsini Məraqiyan. İslam Şeyxi Hisni Həsini Məraqiyan oğlu Əmin ilən çəkiblər məzaya bax. İhtimalən İslam Şeyxi Həsni Həsini Məraqiyan oğlu Əmin ilən çəkiliblər məzama bax. Bu şeir çox cəlibdir. Bunu Məraqi də yazsa, bu son zamanlarda yazılıbdır. Məşrutənin adları burada gəlir. Təbrizdəki insanların adları. Saqi gətir biyalə başımda rəhmanə bax. Saqi gətir piyalə başımda rüxmanə bax. Sərgərmi qıl sən qədəmi qıl rəşanə bax. Şayət də sərgərm qıl sən qədəh qıl aşanə bax. Sərxun qoca emlinən mövcə gətirilən əşar abdar tökülsün kənarə bax. Aç bir gözüm nəzər etibar ilən. Aç bir gözün görüm nəzər etibar ilən. İslam həm şəriətə ilə nizamə bax. İslam olub şəriət itib, İslam ölüb şəriət itib. Beydəqi yatıb. İslam ölüb şəriət itib, beydəqi yatıb. Gəl səs çəkək mənimlə çil ki avaza bax. İslamə karı yaverir dildə bəhaiyan. İslam karı yaverir dilər bəhaiyan. İslamə karıya verib bəhaiyan.
həşrə kimi sağlamayan qəddrü rüya baha bax. Çox cəlib şeirdir. Bu vəziyyətə görə yazılıbdır, amma təəssüflə bunu oxumaq belə çətindir. Əcəba bundan mən bir əks salsam, versəm şeyə görüm bu bizə şey verərmi? Bunu oxuya bilərmi? Əlbəttə keçən dəfə verdik, dedi ki, şeydir. Mən bunu oxuya bilmirəm, çünki əyridir yazı və kiçikdir. Məndə də bundan izafi bir imkan yoxdur. Görək bu nədir? تصویری که ورزه یک صفحه از یک دیوان خطی عثمانی ترکی قدیم است ولی هنوز مشخص نیست چه کمکی میخواهید. کجا عجبا bunu okuyabilir misin? Görək bunu oxuyabilir misin? Bizə yaza bilər mi? Gedək eyni halda bu başlasın, bunu yazarkən gedək o çaynizinkilərə, çinlilərinkilərə də bir baxıq görək ki, o nə deyir. Hələ bu axtarır, analiz edir. Yazacaq ki, oxuya bilmirəm, bunu yekəsin verişinə. Oxuya bilirəm, amma təsviriyyətin keyfiyyəti xeyli payindir. Üçün xətlər çoxusu məhv olub və bəziləri qırılır. Yaxşı və doğru oxuyum deyə lütfən. Uşaq böyük ölçü düzdən PDF-dən bizdən səhifənin yaxın keyfiyyətli əksini göndərin. Yəni əksi hardaydı, əksləri. Burada budur. Bunu açsaq əgər biz bunu biraz yekəssaq nə olacaq? Edit eləyək. Bax, bunu bu qədər buradan kiçildərəm. Bunu da buradan bu qədər kiçildərəm. Buradan bu qədər. Buradan da bu qədər. Da bundan izafi kiçiltmək olmur, amma save-i nədir eləyəcək? Buradan eləyəcək. Save. Tamam. Tazaşdan bunu indi göndərək bu şeyə. Buna. Görək ki, bunu oxuya bilir ya yox. Bundan izafi daha şey eləyə bilmirəm. Bəli, bu nüsxənin bu dəfə ayrı olub yaxınlaştır şəklini, yaxınlaşdırılmış şəklini göndərmişsiniz. Oxumağa çox daha yaxşı oldu. Amma yenə də bunu deyim. Xətt-i məraqi nüsxə təliq çox sıx və bəzən üstədir. Çox sıx və bəzən üst-üstədir. Buna görə bəzi sözlər tam dəqiq oxunmur. Amma ümumi məzmunu və əksər beytləri dəqiq oxuya bilirəm. Uşaq oxuyuram. Uşaq kimi. Çoxunu təmiz oxumaq olur. Mən də oxucusu oxuram da, yəni bizim elçi quşumuz olməz can edügi. Hardaydı bu? O cür bir şey var idi. Hayda bir şey yoktu. Ruhmana bax ya Rəhmana bax. Sərgərmi qıl
məni qədəhi, qədəh bir şeydir yazıbdır. Amma bu məncə oxuya bilmədi. Yəni özündən bir şey deyir. Bəzm elçi quşu ol, bizim elçi quşu ol məhi zərcan edügilə, daim ayağını bəstigəcə pərvaz edər. Hər kim ola hahib lütf və səfa, ana dil olur ki, müdam andər der o afaq. Belə bir şey mən görmürəm burada. Onun üçün bundan geçək, yəni oxuya bilmədi. Əcəba görək bu Çinlilərinki oxuya bilirmi? Təəssüflə yox, burada var. Hardadır bu şey? Shut screen. Görək bu Çinlilərinki oxuya bilir, bunu oxuya bilsə çox yaxşı olar. Yəni bəzi kitablar ki oxuya bilmirik, verərik screenshot falan, no text extract. Deyir ki bu tekst olmadığı üçün oxuya bilmir. Tamam. O əslən oxuya bilmir. Bu da yalandan özündən bir şeylər yazır. Özümüz öz gücümüzlə görək ki nə vardı. Bu kitabı deyirəm və qabaqcan görmüşəm, oxumuşam və oxuya bilməmişəm. Burada da bir şey yazıbdır. Bəlkə bunun düzgün beləsi oxumaq olar. Orada salır Tənab Əli boynuna çəkir. Məsciddə beytə əliyə tayar qata. Məsciddə beytə əliyə tayar nəma bax. Təyyar nümana bax. Orada çəkər Hüseyn ayalınəsirdar. Orada çəkər Hüseyn ayalın əsirvar ki məclis şərabə و گاهی qımay vax. Gahi verir Yezid əlinə çub xeyzəran ta eyliyə lam rişinə aşanə bax. Aşamə bax. Ta eyliyə lam rişini aşiyanə bax. İranda gah məclis-i şura edər bəna, Qur'an hökmünü atarlar ta kənara bax. Qur'an hökmünü amma latma kənara bax. Bax, bunları bəzisini oxuya bilmirəm da. Yəni bu kitabı oxuya bilmədik. Bunda daha çox vaxtımızı qoymayaq və fikirəm bu kitabı qabaqcanda görmüşdüm elə bu vəziyyətdə. İstəyirəm delete eləyəm, amma delete eləməyim, qalsın, bəlkə fərqli olar. Axtarsam, tapsam bir zaman görürəm ki, aynı kitabdır ya yox. Bu günləri də iki kitabla tanış olduq. Biri Divan-ı Ruhi Bəğdadi ya Nuri Bəğdadi. Adı məqalatdır, vəli divan da yazılır, ikisi də yazılır. Nureddin Şəhid Bəyzadə Nureddin. 202-də 1204-də yazılıb, yəni 43 il öncə bundan öncə yazılmış bir kitabdır, əl yazmadır. Mütəəssifanə tapa bilmədik ki, Nureddin Şəhid Bəyzadə Nureddin hangi, yəni internetdə də axtardıq, tapa bilmədik kimdir. Amma bu kitab Princeton danışgahında ya bilim yurdunda Amerikada saxlanır. Ehtimal veriblər ki, bu xətti özünün əl yazmasıdır. 112 səhifədə yazılıbdır. İkinci kitab mərhum Sultanlı Qurra rəhmətliğin kitabxanasından İran Məclisi kitabxanasına verilibdir. Adı Əmsal və Nəsaih, birinci bölümüdür, ikinci bölümlü Məraqi rəhmətliğin şeirləridir. Mənim nəzərimə belə gəlir ki, rəhmətliq özü bu
əl yazmaları yazıbdır. Yəni bəlkə Mərağinin şeirlərin özü əl yazma eləyib burada bu kitaba əlavə eləyibdir. Əlbəttə burada Sultanul-Qurrayinin möhrünü də gördük. Bir neçə yerdə vurulubdur. Cəfər Sultanul-Qurrayinin möhrünü gördük ki, nəzərimə gəlir ki, bunları da hətta o Mərağinin şeirlərində özü öz əl yazısı ilə qoyubdur. Çünki bu zərbil məsələlər ki, burada yazıbdır, çevirsək beləsi, bu əl yazı dəqiqən bu şeirlərlə bir ola bilir. Yəni o qədər fərqi yoxdur. Əlbəttə biraz fərqi görünür, amma o qədər də dərin deyil. Məsələn bu yox işte, əslən fərqi görünmür. Yəni burayı ilə buranın iki yer kəsib qoya bilsək bir-birinin dibinə heç fərqi görünmür. Mənə belə gəlir ki, Sultanul-Qurrayinin öz xəttidir. Fikir edirəm də öncə də bu kitabı görmüşdük. Hər halda Allah hər ikisinə rəhmət eləsin, ruhları şad olsun. Allaha şükür edirik ki, bu günləri 2 dənə kitabla Türk dünyasında yazılmış kitablarla tanış olduq. Sağ olun, sağ qalın. Allah ömür verirsə bir başqa gündə görüşərik. Bir ayrı türkcə, əski və qədimi kitablar ki, əl yazmadırlar və təxəssüsüdürlər. Onlarla tanış olmağa çalışarıq.